2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda yumurta, ət və süd məhsulları artıb, amma yun və barama istehsalı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə 8 ay ərzində ölkədə 1 milyard 605 milyon ədəd yumurta istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur. Ümumi ət istehsalı quş əti daxil olmaqla 383 min ton, süd istehsalı isə 1 milyon 500 min ton təşkil edib. Digər tərəfdən yun istehsalı 14 min ton, barama istehsalı isə cəmi 186 ton olub. Barama istehsalı ötən ilə nisbətən 22% azalıb. Hesabat dövründə kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 9 milyard 425 milyon manat təşkil edib. Bunun 4 milyard 648 milyon manatı heyvandarlıq, 4 milyard 776 milyon manatı isə bitkiçilik məhsullarına aiddir. Ümumilikdə bitkiçilikdə 2,5% azalma, heyvandarlıqda isə 1,1% artım qeydə alınıb.